Son araşdırmalar göstərir ki, valideynləri arasında tez-tez və kəskin münaqişələrə şahid olan uşaqların beyin görüntüləri müharibə bölgələrində olan əsgərlərin beyin fəaliyyətinə bənzəyir. Bu tapıntılar uşaqların beyin inkişafının yaşadıkları mühitin təsiri altında necə dəyişə biləcəyini və bu dəyişikliklərin uzun müddətli psixoloji nəticələrə səbəb ola biləcəyini ortaya qoyur. Böyük Britaniyada yerləşən uşaqlara və ailələrə psixi sağlamlıq dəstəyi göstərən Anna Freud mərkəzinin alimləri MRT görüntüləri vasitəsilə 40-dan çox uşağın beyin fəaliyyətini araşdırıb. Mütəxəssislər bildirib ki, ailə daxili yüksək gərginlik, zorakılıq və münaqişələr uşaqlarda travmatik təsir yaradaraq beyin inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar xüsusilə qorxu, güvənsizlik və davamlı stres hissi ilə yaşadıkları üçün gələcəkdə emosional tənzimləmə və sağlam münasibət qurmaqda çətinlik çəkə bilər. Psixoloqların sözlərinə görə uşaqlar sözlərdən çox ətraf mühiti hiss edir. Sevgi və anlayışla dolu bir ailə atmosferi yaratmaq onların sağlam və uğurlu gələcəyə doğru atacağı addımlarda ən güclü açardır.